Modulu ən böyük olan ədədi göstərin. Burada deməli sıralamaya baxaq. 7 tam, 7 tam və 7 tam. 6 tam %59 və 6 tam %95'lərin tam hissəsi daha kiçikdir. Deməli tam hissəsi 7 olanlara baxaq və burada verilən ədədlərdən ən böyüyü, modulca ən böyüyü mənfi 7 tam dövrdə 3'dür. Belə ki 7 tam onda 1 dövrdə 3 ədədini 7 tam 1 dövrdə 3'dür deyə bu şəkildə yazsaq, mənfisiz yazıram. Çünki modul tələb olunur bizdən. 7 tam onda 3 ədədini də 7 tam 3 sonra sıfırlar şəklində yaza bilərik üzündən sonra və 7 tam dövrdə 3 isə bərabərdir 7 tam 3, 3, 3 və s. Burada görürük ki, əlbəttə 7 tam onda 1 dövrdə 3 7 tam onda 3'dən kiçikdir. 7 tam onda 3 isə 7 tam dövrdə 3'dən daha kiçikdir. Deməli ən böyük ədədimiz mənfi modulca ən böyük ədədimiz mənfi 7 tam dövrdə 3'dür.